sual olarak ikincisi dörtdən bağlı sual vermişsin. Bildiyimiz kimi məşğuləsi var, Allah oldu ki, bunun mədən nafilə ibadətlərinə yaxınlaşarsa, mən onun görən gözü, eşidən qulağı, yiyən ayağı var. Yəni, bu hədisə yanaşma tərzi. Çünki o hədisi başqa hədis şərh edir. O hədisdə də gəlir ki, yəni, qulum mənimlə görər və mənimlə eşidər. Mənimlə yeriyər. Aydındır? Yəni, Allahın nəzarətini öz üzərində unutmaz. وَهُوَ مَعَكُمْ اَيْنَمَا كُنْتُمْ وَاللّٰهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ. Siz haradasınızsa Allah oradadır və bütün etdiklərinizi görəndir. O hədisi bu hədis açıqlayır. Aydındır? Dərslərdə belə qulaqmışdım, yəni orada siz deyir ki, yəni təsdiqə təbil var da, yəni inkara yox, təsdiqə. Bəli. Var da elə bir şey, təsdiqə təbil edir. Mən xatırlamıram onu harada demişəm. Necə? Yəni, bidət əhlinin sifətlərini olurkən inkara təbil edirlər. Allah s.ə.v. inkar edərək Allah sifətlərini təbil edirlər. Əhl-i sünnətdə bir qayda varkən təsdiqə təbil edir. Bəli. Bu həm də, bu əslində, təvil mütləq olaraq inkar olunmur. Təvil ki var, o mütləq olaraq sələf təvili inkar etməyib baxır. Təvilin növləri var. Hər şey belədir. Ümumiyyətlə, bidət əhlinin vəsfi odur ki, onlar əhl-i sünnətdə daima iftira atırlar. Deyiblər ki, əhl-i sünnət təvili qəbul etmir. Yalandır. Əhl-i sünnət təvəssülü qəbul etmir. Yalandır. Əhl-i sünnət, nə bilim, sufilər deyir, zikri qəbul etmir. Yalandır. Hə? Hamısı yalandır. Əhl-i sünnət qəbir ziyarətini qəbul etmir. Yalandır. Hamısı yalandır. Fəqət bizim qəbul etməyimizlə onların qəbul etməyi arasında fərq var. Biz deyirik ki, təvəssül var, amma haram olan növü də var. Halal olan növü də var. Qəbir ziyarəti var, şirk olan növü də var. Bidət olan növü də var, sünnət olan növü də var. Ayırmaq lazımdır. Məsələn, ticarət halaldır, haram. Haram olan növü yoxdur. Haram olan növü. Hə? Yəni sən ümumən deyirik ki, ticarət halaldır, amma haram olan növü var axı. Aydındır? Bu da belə. Təvilin, əhl-i sünnət təvili inkar etmir. Çünki təvil sözünün mənalarından bir nədir? Təfsir. Təvil sözünün, məsələn, filan alim, filan ayəni təvil etdi. Yəni, təfsir etdi. Məsələn, filan alim dediyin hədisi təvil etdi. Yəni, onu açıqlayan başqa hədislə onu şərh etdi. Təvil etdi o mənada yox ki, Allah subhanahu wa ta'alənin həqiqi sifətini öz həqiqətindən çıxartdı, tutaq ki, ona məcazla onu geyindirdi. Hansı ki, bidət əhlinin batil təvili. O təvil əslində inkar mənasındadır. İxlasla.com saytı tərəfindən təqdim olundu.